Psixoz və nevroz nədir? Psixoz və nevroz ifadəsində olan o şəkilçisi parçalanma deməkdir. Xəstəliklərin beynəlxalq təsnifatı üzrə belə adlandırılırdı. Hal-hazırda yeni adlandırma ilə psixoz, psixotik pozuntular, nevroz isə nevrotik pozuntular deyə adlandırılır. Psixoz dedikdə xəstəliklərin kliniki gedişatı zamanı psixotik əlamətlər müşahidə edilir. Bu əlamətlər ruhi xəstəliklər zamanı, yəni şizofreniya, bipolar affektiv pozuntu, doğumdan sonraki psixoz, major depressiv epizodda, yəni böyük depressiv epizod zamanı psixotik əlamətlər müşahidə edildikdə, baş beyin üzvü xəstəliklərindən sonra travmadan, insultdan, ensefalitdən sonra müşahidə olunan psixotik əlamətlər zamanı, həmçinin demensiya xəstəliyində müşahidə edilə bilər. Nevroz isə psixotik pozuntuların prodromal mərhələsində, yəni başlanğıc mərhələsində və nevrotik pozuntulardan depressiya, panik atak, panik pozuntu, həyəcan təşviş pozuntusu, yəni anksiyete, obsessiv kompulsiv pozuntu, dissosiativ konversiyon pozuntu, tik pozuntusu, Tourette sindromu, anoreksiya, bulimiya zamanı və bir sıra nevrotik pozuntular və digər somatik xəstəliklərin kliniki gedişatı zamanı müşahidə olunan kliniki əlamətdir. Psixoz və nevroz zamanı beyində hansı dəyişikliklər müşahidə edilir? Gəlin indi isə bunlara aydınlıq gətirək. Psixoz və nevroz zamanı beyin kimyası, yəni biz bildiyimiz kimi beynimiz hüceyrələrlə zəngindir. Həmin hüceyrələrə biz neyronlar deyirik. Və bu neyronlardan hal-hazırda burada şəklini çəkdiyim presinaptik neyron və postsinaptik neyron. Hər bir neyron bir-biri ilə neyromediatorlar və yaxud da ki, bunlara neyrotransmitterlər deyirik, əlaqə yaradır. Həmin bu neyromediatorlar qırmızı ilə çəkdiyim neyromediator və neyrotransmitterdir. Bunlara biz hər birimizin tanıdığımız serotonin, xoşbəxtlik hormonu, noradrenalin, adrenalin, enerji hormonu, dopamin, diqqətimizi sürdürülməsində və enerji hormonu hesab edilir. Bunlara aid edə bilərik. Əgər bu neyronların beyində, sintezində, ifrazında dəyişikliklər müşahidə olunarsa, onların sintezi və yaxud da ki, ifrazında azalma və yaxud da artma müşahidə olunarsa, artıq bu halda presinaptik və postsinaptik neyron, yəni ümumiyyətlə neyronlar arasında əlaqə doğru və düzgün yarana bilmir. Onların funksiyası pozulur, neyronlar bir-biri ilə əlaqələnə bilmir və nəticə etibarilə xəstəliklər formalaşmağa başlayır. Psixozlar, yəni psixotik pozuntular və nevrozlar, yəni nevrotik pozuntular zamanı beyində dəyişikliklər müşahidə olunur. Bu zaman beynin ön bölgəsi, ön payı, frontal lob, alın payının funksiyası pozulur. Yəni normada alın payı qərar vermə, planlama, idarə etmə funksiyalarını icra edir. Bu pozuntular zamanı beynin ön bölgəsi, duyğu, düşüncə və davranışların idarə edilməsində qərar vermə, planlama funksiyaları pozulmuş olur. Bu zaman beynin ön bölgəsinin funksiyaları azalmış olur. Nəticədə şəxsdə duyğu, düşüncə və davranışların idarə olunması pozulur. Qərar vermə, planlama funksiyası pozulur. Şəxs diqqətinin sürdürülməsində, diqqətinin davam etdirilməsində, diqqətini bir yerə toplamaqda, diqqətini bir yerə cəmləməkdə çətinlik çəkir. Beynin arxa bölgəsində isə funksiyalar artmış olur. Bu zaman şəxsdə xəyal dünyası üstünlük təşkil edir. Nəticə etibarilə beynin ön bölgəsi və arxa bölgəsi arasında vəhdət pozulur və nəticədə artıq əgər bu əlamətlər şiddətli şəkildə olarsa və funksiyası kəskin pozularsa, psixoz, psixotik pozuntular yaranır. Əgər nisbətən yüngül klinik əlamətlər müşahidə olunarsa, nevroz, nevrotik əlamətlər müşahidə edilməyə başlayır. Psixoz, psixotik pozuntular və nevroz, nevrotik pozuntular eyni zamanda somatik xəstəliklərin kliniki gedişatı başlayan zaman ilk növbədə başlanğıc, ilkin, prodromal əlamətlər müşahidə olunur. Bunlara neqativ, mənfi defisidar simptomlar deyilir ki, bu simptomlar əslində normada insanlarda fəaliyyəti, funksiyası zəifləmiş, itmiş, sönmüş simptomlar hesab edilir. Bu zaman şəxsdə ilkin etapda anhedoniya müşahidə olunur. Şəxsin əhval-ruhiyyəsi aşağı düşür. Şəxs özünə qapanır, həyatdan zövq almır, maraq dairəsi enir. Şəxs əvvəllər zövq aldığı aktivitələrindən zövq ala bilmir. Əvvəllər yediyi, xoşladığı yeməyin dadı tamı belə əvvəlki kimi ağzında dadmır. Şəxs özünə qapanmağa başlayır. Əgər bu yeniyetməlik çağından başlayırsa, valideynləri deyir: "Doktor, birdən-birə özünə qapandı, hər kəsdən təcrid olunmağa başladı, qeyri-adi maraqları formalaşmağa başladı.
kosmosdan, yad planetlərlə maraqlanmağa başladı və yaxud da ki, bu qız uşağıdırsa, yeniyetmədirsə, menstrual sikl vaxtı öz gigiyenik qaydalarına əməl etmir. Oğlan uşağıdırsa üzünü qırxmır, çinmir, yuyunmur, təmizliyinə riayət etmir və yaxud da ki, dindar biri deyildir, dinlə maraqlanmağa başlayıbdır, hicaba keçibdir, artıq hər şeydən təcrid olubdur. Evolyusiya müşahidə olunur. Şəxsin enerji potensialı aşağı düşür. Şəxs hərəkətsiz vəziyyətdə olur. Şəxs yatağından qalxa bilmir. Gün ərzində yorğun, əzgin, bitkin olur. Diqqəti dağınıq olur. Diqqətinin davam etdirilməsi, diqqətinin sürdürülməsi prosesi pozulur. Diqqətini işinə, dərsə konsentrasiya edə bilmir. Şəxsdə həmçinin affektiv sönüklük, affektiv kütlük müşahidə olunur. Şəxsin emosional reaksiyaları sönmüş vəziyyətdə olur. Əgər kimsə rəhmətə gedibsə, ona ağlayaraq reaksiya verə bilmir və yaxud da ki, hər hansısa bir sevindirici bir hadisə baş verərsə, ona sevinərək reaksiya verə bilmir. Bir sözlə, emosiyaları azalmış, üz mimikası və mimik ifadələri sönmüş vəziyyətdə olur. Şəxs asosial olur, hər kəsdən təcrid olur, özünə qapanır, heç kəslə ünsiyyətə girə bilmir. Söhbət əlaqəsi zamanı kimlərsə danışırsa, onlarla kontakta girə bilmir. Fikri daim dağınıq vəziyyətdə olur. Nitqi kasadlaşır, nitq pozuntusu yaranır. Ruhi xəstəliklər, şizofreniyada, şizoaffektiv pozuntuda, bipolar affektiv pozuntuda, nitqin qırıqlığı, bəzən nitqin müfəssəlliyi, nitqin sürətlənməsi müşahidə edildiyi təqdirdə, depressiya zamanı isə nitqdə ləngimə, nitqin kəsilməsi, bəzən isə ümumiyyətlə danışmama formalaşmağa başlayır. Həmçinin şəxsdə bir mövzudan digər mövzuya keçməkdə çətinlik çəkir, dəxlisiz danışır, bir-birinə aidiyyəti olmadan danışır. Sual verdikdə həmin mövzu barəsində deyil, aidiyyəti olmayan bir mövzudan danışmağa başlayır. Ünvanladığımız suallar əsnasında şəxsdən aldığımız cavablar rabitəsiz, uyğunsuz, dəxlisiz, əlaqəsiz olur. Həmçinin şəxsdə davranışlar pozulur. Dezorqanizə davranışlar formalaşmağa başlayır. Bu zaman şəxsin davranışları və hərəkətləri öz yaşına uyğun olmur. Kiçik yaşlı uşaqlar kimi öz yaşından aşağı davranışlar etməyə başlayır. Qeyri-adi geyimlər geyinir və s. Bütün sadaladığım bu klinik əlamətlər xəstəliyin kliniki gedişatı zamanı getdikcə formalaşan mənfi, defitsitar, yəni neqativ simptomatika hesab edilir. Produktiv, müsbət, pozitiv simptomatika normada insanlarda müşahidə edilməyən, yalnız patologiya, yəni xəstəliklərin fonunda müşahidə edilən simptomlar toplusudur. Bunlara daxil edilir. Bu zaman şəxsdə şübhələr yaranmağa başlayır. Biz buna paranoyalar deyirik. Sayıqlama ideyaları olur. Şəxs şübhələnir. Məni güdürlər, məni izləyirlər, məni təqib edirlər, mənə nəsə hiylə quracaqlar, məni tələyə salacaqlar. Yeməyimə zəhər qatıblar, suyuma zəhər qatıblar, məni zəhərləyib öldürmək istəyirlər. Yan divarlardan mənə kameralar quraşdırıblar, telefon vasitəsilə səsimi yazırlar. Mənim haqqımda olan gizli məlumatlar cəmiyyətə yayılacaqdır. Mənim barəmdə tədbirlər quracaqlar. Yad planetlərdən, kosmosdan mənə şüalar göndərilir. O şüalar vasitəsilə mənim fikirlərim oğurlanır, mənim düşüncələrim idarə olunur, hərəkətlərim idarə olunur. Bayırdan evə kameralar quraşdırılıb, həmin o pəncərədən kameralar evi çəkir və şəxs qaçaraq pəncərəsini qəzetlə, taxta ilə örtür, qapını bağlayır və evə qapanmağa başlayır. Bir müddətdən sonra ümumiyyətlə ətraf mühitdən təcrid olur. Şəxsdə həmçinin qısqanclıq sayıqlamaları müşahidə olunur. Əgər şəxs kişidirsə, yoldaşını aşırı dərəcədə ağla gəlinməz insanlara qısqanmağa başlayır. İlkin etapda şübhələr, paranoyalar, sayıqlama ideyaları şəxsdə görüldükdə, şəxs bunlara cavab olaraq dodaqaltı danışır, dodaqaltı mızıldanır. Ətrafında olan şəxslər müayinəyə gələrkən belə bir ifadələr işlədir. Doktor sanki dodaqaltı mızıldanır, öz-özünə danışır, nəyinsə barəsində götür-qoy edirlər. Daha sonraki etaplarda əl-qol hərəkətləri ilə səsli şəkildə danışmağa başlayırlar. Və bu proses irəlilədikcə şəxsdə halüsinasiyalar müşahidə olunur. Halüsinasiyalar bizim 5 duyğu üzvümüzdə görmə, eşitmə, qoxu, dad və toxunma, taktil funksiyalarının təhrif olunması fonunda müşahidə olunur. Bunların fonunda ən çox müşahidə edilən görmə halüsinasiyalarıdır. Şəxsin gözünün qarşısında normada görülməyən hadisələr, obyektlər və insanlar, məhfumlar görünməyə başlayır.
Bu həm ruhi xəstəliklər zamanı, şizofreniya, şizoaffektiv pozuntu, bipolar affektiv pozuntu zamanı, doğumdan sonrakı psixoz, doğumdan sonrakı depressiya zamanı, həmçinin nevrotik pozuntulardan, dissosiativ konversiyon pozuntu, üzvü xəstəliklər, insult, ensefalit, travma sonrası psixotik pozuntular zamanı, demensiya zamanı müşahidə oluna bilər. Ruhi xəstəliklər zamanı görmə halüsinasiyalarında şəxs gözünün qabağında sanki bir kino lenti kimi kadrlar görür. Bəzən o kadrlarda özünü də təsəvvür edə bilir, özü də o rolda oynamış olur. Nevrotik pozuntularda, dissosiativ konversiyon pozuntu zamanı müşahidə olunan görmə halüsinasiyaları adətən yas yerində şəxsin kimsə rəhmətə gedibsə, gözünün qabağından ağ paltarlı insanların, rəngli paltarlı insanların keçdiyini görməyə başlayır. Demensiya və üzvü xəstəliklər, yəni travma, ensefalitdən, insultdan sonra müşahidə olunan görmə halüsinasiyalarında isə şəxsin gözünün qarşısında divarda ilan gəzir, üzərində qarışqa gəzdiyini söyləyir və yaxud da ki, sıçan otağın bu başından digər başına qaçdığını ifadə etmiş olur. Eşitmə halüsinasiyaları isə şəxsin qulağına uzaq məsafədən, yad planetdən, kosmosdan və yaxud da ki, yoldan, küçədən, kənddən, şəhərdən səslər gəlməyə başlayır və yaxud da ki, bu səslər şəxsin başının içindən və yaxud da müxtəlif orqanlarından gəlməyə başlayır. Ürəyindən, böyrəyindən, qaraciyərindən, döş qəfəsindən, qarın boşluğundan, qabırğalarından, ətraflarından gəlməyə başlayır. Bu səslər şəxsə bəzən göstərişlər verir, əmrlər verir. Sən bunu etməsən, sənin halın daha pis olacaqdır, başqa pis hadisələr gələcəkdir deyə əmrlər verməyə başlayır və bunun fonunda şəxs artıq bunları icra etməyə başlayır. Bu səslərlə paralel olaraq danışmağa başlayır. Bu səslər bəzən bir insanın səsləridir və yaxud da ki, qarışıq səslər olur. Pasiyentə sual verdikdə səslər beynində aydınlaşırmı? Başa düşə bilirsən, bu səslər nədir? Bəzən doktor, bilmirəm nə səslərdir, aydın deyildir, qarışıq səslərdir. Bəzən isə səslərin ona nə deyəcəyini söyləyir, bəzən isə nə deyəcəyini söyləyə bilmir. Onları gizlətməyə çalışır. Çünki şəxsdə bir vahimə, qorxu, həyəcan, təşviş yaranmış olur. Bu vəziyyət onun üzünə sirayət edir. Üzü vahiməli bir baxış alır, gözünü qaçırır, bizə vahiməli baxmağa başlayır, dodaqaltı danışır, sualdan çəkinir, heç nəyin olmadığını söyləyir. Neynirəm ki? Heç nə gəlmir, qulağıma heç bir səslər gəlmir, mənimlə heç kəs danışmır, mənə nələrsə demirlər deyə ifadələr işlətməyə başlayır. Sadaladığım bu klinik əlamətlər psixozlar zamanı müşahidə olunur, yəni psixotik simptomlardır bunlar. Nevrotik pozuntular, nevrozlar zamanı şəxsdə anhedoniya olur, şəxsin əhval-ruhiyyəsi aşağı düşür, maraq dairəsi enir, əvvəllər zövq aldığı aktivitetlərindən zövq ala bilmir, evolyusiya müşahidə olunur, şəxsin enerji potensialı aşağı düşür, şəxs hərəkətsiz vəziyyətdə olur, yuxusu pozulur, şəxs gecə yata bilmir, beyninə gün ərzində sarışan müxtəlif obsessiv düşüncələr gəlir, övladının və ya da yaxın ailə üzvlərinin başına hər hansısa bir bədbəxt və pis hadisə gələcəyi qorxuları yaranmağa başlayır. Bu düşüncələr gün ərzində onun beynində cərəyan edir, ona narahatlıq, həyəcan, qorxu, təşviş, tədirginlik yaradır və nəticə etibarilə şəxs gecə yatağına girərkən, başını yastığına qoyarkən yuxuya keçə bilmir. Gecə narahat yuxu fonunda səhər diqqətini cəmləməkdə, diqqətini toplamaqda çətinlik çəkir. Diqqət dağınıqlığı, diqqət defisiti, diqqət çatışmazlığı formalaşmağa başlayır. Cinsəl zəiflik yaranır, cinsəl istəksizlik formalaşır. Kişilərdə erkən boşalma, gec boşalma, sərtləşmə problemləri, qadınlarda isə cinsəl marağın sönməsi, cinsəl istəksizlik, bəzən menstrual sikldə pozulmalar, süd vəzindən axıntının gəlməsi və sonsuzluq problemləri yaranmış olur. Həmçinin şəxsin qidalanması pozulur. Əvvəlcə şəxsdə yeməyin dadı tamı belə əvvəlki kimi ağzında dadmır. Şəxs qidalana bilmir, udqunmada çətinlik çəkir. Bir müddətdən sonra bədən kütlə indeksi aşağı düşür. Şəxs sürətlə çəki itirməyə başlayır. Ağırlaşmış etaplarda kaxiksiya, anoreksiya formalaşmağa başlayır. Psixoz və nevroz qeyd etdiyim kimi hər hansısa bir xəstəliklərin kliniki gedişatı zamanı müşahidə olunan kliniki əlamətlər toplusudur və vaxtında müalicəyə başlanılarsa kliniki əlamətlər getdikcə silinərək azalar və sönər. Sizin psixiatr həkiminiz Doktor Aytən Namazova.